Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astakal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrü umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Həqiqətən qardaşlar, şükürlər olsun Rəbbimizə, bizi cəm eləyən Allah Subhanahu taalaya burada. Çox belə qəlbə açıcı bir məqamdır, qardaşlarla görüş. Xüsusən də insan görürsən ki, bir sıxıntı içində olanda, daralanda çox buna ehtiyacı olur ki, qardaş bir-biri ilə görüşməsi. Yəni imanla onları görüşdürən qardaşdan gedir söhbət. Heç bir orada, yəni nədir? Heç bir dünya üçün deyil. Heç de dünya üçün olmayan bir görüş. Nə üçündür? Allah Subhanahu taala üçün. Görüşsən ki, qardaşından bir nəsihət almaq üçün və ya qardaşına bir nəsihət eləmək üçün. Nə xoş halında o insanın ki, o insan həqiqi mənada belə görüşlərin özünü məhrum eləmir. Xüsusən də əgərlərim o görüşlərdə elm məclisi olursa, o görüşlər, yəni ki, elm əhli olursa, fayda olursa, Allah Subhanahu zikr olunursa və Allahın dininə yəni orada çağırılırsa və insanın hansısa bir səhvlərindən dönməsi, tövbə eləməsi və yaxud da yaxşı əməllərə yönəlməsi o məclislərə gəlirsə, sözsüz ki, bu böyük bir nailiyyətdir Allah Subhanahu taaladan. Və xüsusən də biz nətəli qardaşlar, yəni bu məclislərdən çalışmaq lazım, istifadə eləmək. Yəni bir nəsə fayda götürmək. Elə olmasın ki, insan ilə görüşdü, misal üçün nəsə belə ola bilsin ki, hansı bir məclis olsun, orada yemək də olsun, içmək də olsun. Böyle yedi içdi, məsələn, nəsə danışıq edir, orada qaldı, qutarı çıxdı, getdi. Yox, belə olmalı deyil. Sən bundan, məclisdən tam şəkildə faydalanmış olmursan. Sən çalış ki, hər görüşün hansından asılı olmayaraq, hətta belə elm tələbəsi olmayan görüş olsun. Olursa hansısa bir qardaşla görüşsən. Düzdür, sən neyinə? Sən çalış ki, o görüşü Allahın razılığına çevir. Yəni, gör o görüşdə sənin Rəbbin səndən hansı danışıqlardan razı qaldı və hansı danışıqlardan razı qalmadı. Olubsun, sən orada elə şeylər danışsan ki, o sözlər səni cəhənnəmə sürütləyib aparacaqdır. Və yaxud da o bilsin ki, elə bir şeylər eşitərsən və yaxud da elə bir şeylər danışarsan, həqiqi sənin, yəni ki, o danışığın o qədər ixlaslı olar ki, səbəb olar o sözlərin sənin cənnətə daxil olmağa. Baxın, Allah Rasulü s.ə.v nə dedi? Elm tələb eləmək haqqında. Bir insan ki, elmə yola çıxar, nə olar ona? Allah Subhanahu onun üçün cənnətin yolunu asanlaşdırar. Düzdürmü? Yəni, o insana cənnətin yolu asanlaşar. Yaxşı, mən heç sual vermədik mi özümüzə? Niyə görə biz bu yola nail ola bilmirik? Niyə görə biz o elmə nail ola bilmirik? Kimlər ki, bundan məhrumdur sözsüz ki? Kimlər ki, bunu əldə edə bilmirlər? Hansı günahlardır səni o yola nail olmağa mane olan? Hansı günahlardır ki, Allah Subhanahu taala vəd verib ki, yəni cənnət, yəni Allah Rasulü s.ə.v vasitəsilə. Düzdürmü? İki vəh var. Bir vəh nədir? Bir vəhi Quran-ı Kərimdir. İkinci vəhdə ki, hədislərdir səhih. O vəhdən ki, hədislər də bizə çatdırıb Allah Rasulü s.ə.v ki, yəni o yola çıxana cənnətin yolu asanlaşar. Heç sual vermədinmi özünə? Niyə görə mən bu yola nail ola bilmirəm? Niyə görə Allah Subhanahu taala Quran-ı Kərimin kəlamını oxuyub onu anlaya bilmirəm? Nə səbəbə, neçə illər Quran oxuyuram belə və yaxud da ki, elə qardaşlarınız var ki, heç onu oxuya bilmirlər. Düzdürmü? Və görürsən, nail olmursan. Və bu, insan nə eləməlidir? Yəni, bu amillər insanın düşünməyinə vadar edir, qardaşlar. Yəni, düşünməyə dəyər. Hansı günahlardır bizi qoymayan o yola çıxmağa, Allahın dinini öyrənməyə? Hansı ki, Allah Rasulü s.ə.v vəd verdi.
Və də elə ki, Allah o şəxsə cənnətin yolunu asanlaşdırır. Və həmçinin sonra nə deyir? O şəxslərin ayaqlarının altına mələklər qənətlərini açar. O demək deyil, bəziləri başqa cürə onu başa düşürlər, başqa cürə vəsf edirlər. Allah sığınır o şeylərdən. Amma bu o demək ki, yəni o qədər asanlaşar ki, o yol. Yəni mələklər onları belə qoruyarlar. Və bilmirsiniz qardaşlar, sözsüz ki, bilirsiniz. Kimlər ki, o səviyyəyə çatarlar ki, Allahın vəlisi olarlar artıq, Allah subhanahu wa ta'ala onları qoruyar. Onlara kimsə bir ziyan vermək istəyəndə Allah subhanahu wa ta'ala onların cavabını verir. Olmaq istəmirsiniz o şəxslərdən biri. İnsanı qardaşlar məhv edir, nə? İnsan keçmişi düşünməsi və o insanın tam şəkildə xoşbəxtçiliyə nail olmağına mane edir. Necə Şeyx Sədi Rəhimullah deyir. İnsan nə deyir? Yaşayır yalnız onunla, keçmişdən. Onu da bilmir. O da insanın qəlbini neyir? Sirkələyir. Əlhəmdülillah, düzdür, büyüyünə kimi çatmışsan, fikirləşsən ki, 10 ildir mən namaz qılıram, 20 ildir, elə onunla fikirləş ki, yox, mən neynəyəcəm daha? Yox, sən bugünkü gününlə fikirləşməlisən. Bugünkü günü. Hətta bu gün keçdi artıq, düzdürmü? Keçsə də belə artıq yəni tövbə ilə bağlı deyil. Yəni bilmirik ki, yəni bu gecə bizə hansı birimizə ölüm gələcək, gəlməyəcək, Allah bilir. Amma tövbə qapısı bağlı deyil. O ki, vaxtlarımızı keçiririk telefonlarda, o ki, vaxtlarımızı keçiririk boş-boş məclislərdə, bunlarla nə etməliyik? Tövbə eləməliyik. O boş şeylərin tövbə eləməliyik, nə etməliyik? Yəni Allah Subhanahu taala ən azı deyəndə və ən azı dediyimiz hər hərfinə görə sənə 10 savab yazılır. Otur Quran oxu və qəlbin genişlənəcəkdir, ruhun qidalanacaqdır. Düzdürmü? Və təfəkkürün daha artacaqdır, bərəkətin artacaqdır. Niyə görə eləmir? Sənə lazımdır insanlar. Filankəs belə dedi, filankəs oradan düşdü, filankəs belə getdi. Mən yenə ona görə sorğu-sual olmayacam qardaş. Mən ona görə sorğu-sual olacam, artıq danışsam. Dedim mən ki, filan qardaş belədir, filan şəxs belədir. Mən artıq ona görə sorğu-sual daşıyacam. Allah subhanahu wa ta'ala məni soruşacaqdır məndən onu. Artıq çıxdısa soruşacaqdır, düzdürmü? Amma sən artıq əlhəmdülillah otur zikr eləsən, Allahın dinini öyrənsən, həm cənnətini qazanarsan, həmçindəki haqları yerbəyer yerinə qoyarsan. Həm qardaşlıq haqqını, həm qohumluq haqlarını, ən birinci soruşulan aləmiz haqqını, düzdürmü? Hamısını yerbəyer qoyacaq. Amma bizdə məsələ nədir? Məsələ odur ki, hansı bir məsələ olur, bizi çox bir şeylərdən neyinir? Uzaqlaşdırır. Başlayırıq o şeylərlə məşğul olmağa. Bunlar nəyin səbəbidir? Günahlarımızın. Bu nəyin səbəbidir? Şeytanın oyun oyuncağı olmağın. Şeytanın oyun oyuncağı oldu insan. Fikirlərində odur da, şeytandır. Fikirlərinə salır. Filan qardaş sənin barədə belə dedi filan yerdə. Filan kəs belə dedi filan yerdə. Hadisin də əlhəmdə. Sənin barədə deməyib ki, sən gəlib imamların birinə deyirlər, deyir, sənə lazımdır bu, mənim qardaşım deyil, mən barədə deməyib, yaxşı eləyib deyib. Çünki o şəxs ki var, sənə gəlib deyir ki, filan qardaşın sənin barədə bunu deyib. Bil ki, sənin barədə deyib, o bursuna deyir, bursuna deyir. Sənə lazımdır o insan sənə lazım deyil. O şəxs ki, o qardaş ki, sənin yanında hansısa bir qardaşın eybini örtürsə, gizlədirsə, sənə o qardaş lazımdır. Bil ki, sənin deyibini başqasının yanında örtür. Sənə o qardaş lazımdır. Hansı qardaş ki, sənin eyblərini sənin üzünə deyir. Haradasa səni ifşa eləmir. Haradasa səni alçatmır. Bu da əsl qardaşlıq, bu da əsl möminlik. Allah subhanahu wa ta'ala qatında qardaşlar, biz heç bir şeydə yəni artıq deyilik qardaş. Birimizin olsun gücümüz var, birimizin olsun pulumuz var, birimizin olsun gözəl minimiz var, birimizin geniş evimiz var, birimizin vəzifəmiz var. Bu hamısı Allah qatında keçmir qardaşdır heç biri. Allah qatında keçən nədir? Ən dəyərli. Təqva qardaş. Düzdürmü? Çünki Allah Resulü s.ə.v dedi hədisdə, yəni qaranın ağdan və yaxud ağı qara dəridən üstün eləyən nədir? Təqva. Görsəm deyil gözəllik. Bu müvəqqəti bir şeydir.
dünya üçün. Hamısı qəbirdə çürüyüb gedəcəkdir. Qalmayacaqdır. Sən nəyə hünərlənirsən? Sən bax gör o əməllərinə. Sənə lazımdır ki, qəbirdə əzab çəkəsən və yaxud hansısa bir şəxsə görə, hansısa şəxslərə görə, düzdürmü? Gedəsən sonra cəhənnəm oduna girəsən, əlbəttə lazım deyil. O gün nə etməliyik? Allahın izni ilə yəni, belə qardaşlar, elm almalıyıq. Elm öyrənməliyik. Vallahi ki, elm almazsa, niyə görə belə şeylərlə məşğul oluruq? Yəni, özümdən, hər birimizə aiddir bir şey. Niyə görə boş-boş şeylərə düşürük? Niyə görə boş şeylərə məşğul edirik? Gedimiz, kimisi oturur telefonda, kimisi oturur artıq necə, telefonda əlində heç kim görmür. Allah subhanahu deyir, axı sən gəlib oturmazsın, nələrəsə baxır, kinolara baxır və s. Nədəndir bu? Artıq yəni ki, bax gör Allah subhanahu taalanın qarşısında hansı günah eləmirsən ki, Allah subhanahu səni o məclislərdən, o qardaşlıqdan, hansı ki biz qabaq yaşayırdıq, bəzi qardaşlar deyir ki, o qardaşlıq yoxdur aramızda. Nədən yoxdur? Birinci özündə axtar. Baxma şəxslərə, baxma insanlara. Birisi məsələn tələbə haqqında danışır, birisi onun haqqında danışır, bunun haqqında danışır. Sənə o insanlar maraqlı olmasın. Və o danışdığı insan hansısa bir tələbə haqqında danışır və ya çalışır harasa hansısa tələbəni alçatma misal olaraq, düzdürmü? Birdən o tələbə Allahın vəlisi olsa, necə olacaqdı onun halı? Həmçində ki, o cavab verəcəkdir. Biz də bilirsiniz ki, yəni ki, alimlərin, yəni bilənlərin qeybətini eləmək sıravi insanlardan eyni deyil. Biz nə etməliyik? Yönəlməliyik elmə. Elmə yönəlməliyik. O boşluqları elmlə doldurmalıyıq. Və bir-birimizə təkan verməliyik. Əgər biz ayrı düşsək, qardaşlar, şeytan bizi parça-parça eləyəcəkdir. Bizim bərəkətimiz, bizim bərəkətli olmağımız hamısı nədir? Bizim bir yerdə olmağımızdır. Bir-birimizdən, bir-birimizin sözü boğazından keçirməyimizdir. Baxmaq lazım deyil, ola bilsin ki, filankəs səndən yaşda balaca ola bilər ki, olsun. Ola bilsin ki, harası elmdə səndən aşağı olsun. Ola bilsin ki, lüfusda səndən aşağı olsun. Buna baxmaq lazım deyil. Ola bilsin şəxsdir, həqiqi mənada o qardaş haqqı deyir. Və hansısa sənin səhvini deyir. Amma nə deyir? Sözsüz ki, necə deyir? Quran və sünnə müvəffiq olaraq deyir. Nə problemi var ki, onu qəbulləməyəsin? Əksinə, elə insanın elə alnından öpüləsi insandır. Bəli. Və bu şeyləri, qardaşlar, nəzərə almaq lazımdır. Əgər biz elmdən uzaqlaşırıqsa, onda baxmalıyıq hara? Əməllərimizə ki, Allah subhanahu wa ta'ala hansı günahları edirik ki, bizi Rəbbimiz o cənnətə gedən yoldan, asan yoldan uzaqlaşdırır. Qısa da olsa, qardaşlar, tövsiyəm bu idi. Rəbbimdən yana birincisi diləyirəm ki, hər birimizin yana Allah subhanahu qəlbimizi genişləndirsin, onun dinini yəni başa düşməkdə. Və bu dini biz Allah Rasulü s.ə.v-in sahabələri yəni sələfləri necə başa düşüblərsə, elə başa düşməyə bizə nəsib eləsin və o üzərdə bu dünyadan köçməyə nəsib eləsin. Yəni, hərə bir şey iddia eləyə bilər, amma necə bilirsiniz ki, haqq nədir? Haqq o dini sələfin fəhmi ilə başa düşməkdir. Haqq yəni o demək deyil ki, bir şəxs çox bilir, bir şəxs Quran hafizsidir, bir şəxs, nə bilim mən, minlərlə hədis bilir. Haqq nədir? Haqq odur ki, bu ayəni Allah Rasulü s.ə.v sahabələri, düzdürmü? Necə başa düşüblər, necə əməl etdilər? Elə başa düşüb, elə əməl etmək. Yəni, yalnız biz cənnəti belə nail ola bilərik. Başqa cürə yox. Görürsən ki, insanlar Quranla azırlar. Quranın ayətləri ilə birisinə kafir deyirlər. Quranın ayətləri ilə gedib kimisi öldürürlər, özlərini döyürlər. Qurandadır problem? Əlbəttə ki, yox. Haradadır problem? Problem fəhimdədir. Başlayırlar öz fəhimləri ilə və yaxud da dırnaq arası alimlərin fəhimləri ilə anlamağa. Allaha şükür eləməyə dəyməzmi bu nemətə görə ki, Rəbbimiz bizi o şəxslərdən eləməyibdir. Öz ağlımıza uymuruq. Allahın dinini başa düşməkdə. Qaydırıq hara sələflərə, əlhəmdülillah. Kim nədirsə, deməsə də nədir? Biz bilirik ki, Allahın izni ilə yəni bu ayətdir. Bu ayətdə Allah Rasulü s.ə.v sahabələri belə başa düşdü, belə əməl ediblər.
Və bunu da ki, Allahın izni ilə çalışırıq həyata keçirək, bacardığımız qədər. Allah Subhanahu taala diləyirəm ki, ölkəmizin əmin-amanlığını qorusun. Allah Subhanahu taala ölkə başçımızı haqq üzərində sabit eləsin. Və Allah Subhanahu taala düzgün qərarlar verməyə kömək olsun. Və kimlər ki ona və ölkəmizə, millətimizə, xalqımıza hilələr qurur, Allah Subhanahu özü o hilələrin qarşısını alsın. Və Allah kimlər ki bizim sərhədlərdə keşiyimizi kəsirlər, sağlıqlarımızı, Allah onları qorusun. Allah Subhanahu taala onların valideynlərinə, yaxınlarına da ki səbir versin. Onları da sağ-salamat qayıdıb öz qohumlarına, yaxınlarına qovuşsunlar. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik, əşhədu an la ilaha illə ent, əstəğfiruka və etûbü ileyk.